Paytaxtımızda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirildi. Prezident İlham Əliyev tədbirdə iştirak etdi. Azerbaijan is a reliable partner in the field of energy and a pan-European gas supplier. Tədbirə 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldı. İclasda nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Tədbirdə mühüm mesajlar verildi, müzakirələr aparıldı, vacib sənədlər imzalandı. Nazirlərin iclasından sonra Azərbaycan Energetika Naziri və Avropa Komissiyasının Enerji Məsələləri üzrə komissarı tərəfindən birgə mətbuat konfransı təşkil olundu. Pərviz Şahbazov bildirdi ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatları var. Hal-hazırda da müxtəlif yataqlarda işlər davam etdirilir. 2021-ci ildən bəri 2024-cü ilə qədər Azərbaycan qaz dəhlizi ilə ixrac olunan qaz həcmlərinin 57% artırılmasına nail olmuşdur. Əlbəttə ki, bu təxminən bir 60%-ə yaxındır. Bu çox böyük nailiyyətdir. Energetika nazirimiz vurğuladı ki, prosesi sürətləndirmək və yeni qaz təchizatının əldə edilməsi üçün Avropa İttifaqı ilə daha çox əməkdaşlığa ehtiyac var. Burada söhbət uzun müddətli kontraktlardan getməlidir. Biz təbii qaz istehsal edirik və boru xətti ilə onu təchiz edirik. Bizim imkanlarımız yoxdur ki, əgər hər hansı bir səbəblərə görə qaz təchizatı baş verməsə, bunu başqa bir yerə yönəldək. Ona görə bu bir xüsusiyyətdir. Bizə uzun müddətli kontraktlar və eyni zamanda əlbəttə ki, Avropa İttifaqından qarantiyalar və mümkün qədər investisiyalar və maliyyələşdirmə lazımdır. Avropanın Rusiya qazından asılılığını tamamilə aradan qaldırmaq istəyirik. Bunu isə Avropa İttifaqının Enerji və Mənzil Məsələləri üzrə komissarı Dan Jorgensen deyib. Hazırda Avropanın Rusiya qazından asılılığını tamamilə aradan qaldırmaq istəyirik. Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız hücumdan sonra Rusiya qazının idxalını dayandırmağa çalışırıq. Bundan əvvəl qazın 45%-ni Rusiyadan alırdıq. Hazırda bu rəqəmi 13%-ə endirmişik. Biz bu göstəricini tamamilə sıfıra endirmək niyyətindəyik. Bu isə yalnız yaxşı dostlarımızın köməyi ilə mümkün olub və olacaq. Azərbaycan kimi dostlarımızın. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometrdir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Dəhlizin təməli 1997-ci ildə qoyulub, amma 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. 2013-cü ildə isə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin 4 layihəsinin genişləndirilməsi ilə bağlı sərəncam imzaladı. Bundan sonra Azərbaycan qazının Avropaya çatdırılmasına başlanıldı.